Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Fədaya Laçın paylaşımı ilə diqqət çəkib. Axşamaz xəbər verir ki, sənətçi hər zaman yanlış insanlarla qarşılaşdığını bildirib. Həyatım boyunca nə işim var burada dediyim yerlərdə və əsla layiq olmadığım insanlarla sınandım deyə Fədaya Laçın paylaşımında yazıb. Qeyd edək ki, Fədaya Laçın uzun müddətdir Rusiyada yaşayır.